Sabahınız xeyirli olsun istəyili izləyicilərimiz. Saat 9:00 bu deməkdir ki, həftənin bazar günü və siz Doğma kanalla gününüzü başlayırsınız, bizi izləyirsiniz, Doğma kanala baxırsınız ki, biz də vəd verdiyimiz kimi həftə sonunuz elə bizi izləyərkən pozitiv, xoş keçəcək. Artıq anonsları etmişik, anonslarımızdan xəbərdarsınız ki, bugün çox möhtəşəm və sevilən insanlar qonağımızdır ki, studiyamız qonaqlı, qaralıdır və bugün bizim sizə çatdıracaqlarımız hər gün olduğu kimi çox da sevilən ifaları eşidəcəyik, çoxdan görmədiyiniz simaları görəcəksiniz. Həmçinin bizim sizə elə xoş xəbərlərimiz də bugün çox olacaq. Beləliklə biz günümüzə başladıq, günümüz xoş keçsin. Biz bunu arzu edirik bütün Doğma Kanal Lider televiziyasının ailəsi, Lider komandası adından və tezdən oyanın, bizi izləyin. Mən keçid alım. Dostlarımıza təşəkkürə. Sizi biraz intizarda saxlayacağım bir neçə dəqiqə ki, bir neçə dəqiqədən sonra artıq qonaqlarımızla sizlə tanış olmuş olacaqsınız. Verilişimizin baş sponsoru Bompayı'dır. Bompayı uzun bir yol gəldi. İtaliyadan gətirildi bu brend, bu belə deyək də, haqqında daha geniş danışdığım brend. İtalyan mətbəx brendidir Bompayı. Əsl İtalyan keyfiyyətidir və artıq İtalyan keyfiyyətini evimizə aparmaq istəyiriksə, İtaliyaya getməyə ehtiyac yoxdur. Çünki Bakıda yerləşir bu brend və ən önəmlisi keyfiyyətinə təminat verilir. Çox zövqlüdür. Çünki rəngarəng məişət texnikası var Bompayı'da. Evimizin, məişətimizin ölçüsü fərqlidirsə, fərq etməz. İstənilən ölçüdə məişət texnikasını Bompayı'da əldə etmək olar. Ən önəmlisi, hər zaman bizi maraqlandıran münasib qiymətsə, bu da yenə də Bompayı'dadır. Təşəkkür edirik verilişimizin baş sponsoruna. Yeri gəlmişkən onu da söyləyeyim ki, Bompayı'da su filtrlərinin satışı da mümkündür. Siz sağlamlığınızı düşünürsünüzsə, sevdiklərinizə ən gözəl hədiyyə bir də su filtri olmalıdır ki, biz o su filtrindən süzülən suları içməliyik. Bompayı'ya təşəkkürlər. Gəlin baş sponsorumuzdan olan görüntünü izləyək. Daha sonra növbəti dostlarımıza təşəkkür edəcəm. Təşəkkürlər. Bompayı'ya növbəti təşəkkürüm isə Saloğlu Mebel salonuna olacaq. Saloğlu paytaxtın, ümumiyyətlə Respublikamızın deyəcəm, ən böyük mebel salonlarından biridir ki, həm paytaxtımızda bir neçə ünvanda, həmçinin bölgələrimizdə, bir çox bölgələrimizdə Saloğlu Mebel salonu ilə biz rastlaşdıq. Bu bizi sevindirdi ki, bizim dostlarımızın o gözəl mebellərini əldə etmək üçün elə yolumuzu çox da uzatmağa ehtiyac yoxdur. Saloğluda bir çox kampanyalar davam etməkdədir. Hətta 100-dən çox mebelə, 100-dən çox modelə endirimlər var. Ən önəmlisi ötən ildən bəri bir kampanya var idi ki, bu tamaşaçılarımızın ən sevimli kampanyasıdır və hələ də davam etməkdədir. Söhbət yataq və qonaq dəstinin sadəcə və sadəcə 1037 manata olmağıdır ki, hələ də bu kampanya Saloğluda davam edir. Onu da söyləyeyim ki, artıq Saloğlu Mebel inkişaf etmiş ölkələrin standartlarına uyğun, yəni ekoloji cəhətdən təmiz, 100% təbii ağacdan hazırlanan modellərin istehsalına başladı. Saloğlu Mebel bilirsiniz ki, Babək prospektində 2 mağazası var. Demək olar ki, üzbəüz yerləşirlər. Yəni, yolumuzun hansı tərəfindən getməsinə asılı olmayaq, biz Saloğlu Mebellə üzləşəcəyik və bu Saloğlu Mebeldə eviniz üçün xarici ölkələrdən gətirilmiş yüksək zövqlü modern aksesuarların satışı da çıxarılıb ki, bax, biz razı qalacağınıza əminik Saloğludan, əminliklə danışırıq. Hər dəfə gələn qonaqlarımız Saloğlunun mebellərindən, rahat mebellərindən bəhs edirlər. Bu isə bizi sevindirir. Bir daha Saloğlu Mebelə təşəkkürlər. Gəlin indi isə Saloğlu Mebelin görüntülərini izləyək.
Saloğlu Mebilə təşəkkür edirəm və mən pərdələrin, gözəl pərdələrin, zövqlü pərdələrin yanındayamsa, bu deməkdir ki, növbəti dostumuza xüsusilə tezdən oyan verilişinin şənbə bazar efirinin sponsoru olan Prestij pərdəyə təşəkkür edəcəm. Mən Prestij pərdə haqqında hər zaman danışanda deyirəm ki, keyfiyyətindən mən çox bəhs edə bilərəm, amma keyfiyyətə əmin olmaq üçün onu öz gözünüzlə görməlisiniz. Sadəcə və sadəcə yaxın bir ünvanda, əslində şəhərin mərkəzində yerləşən, Həsən Əliyev küçəsində yerləşən Prestij pərdəyə gedin ki, əslində pərdəni evimizdə dəyişsə, yəni digər əşyalar deyil. Sadəcə pərdə dəyişsə, yenə də evimizin havası dəyişəcək. Bunun üçün əhvalımızın daha da gözəl olması üçün biz Prestij pərdəyə yollanaq. Çünki pərdəliklər Türkiyə, Almaniya, Polşa və İtaliyadan gətirilib. Türk firmalarının ipəkliklərlə, Swarovski daşlarla, Moldovadan gətirilən materiallarla, müxtəlif cür aksesuarlarla bəzədilir. Prestij pərdə və 10-20 gün ərzində sizin sifarişiniz qəbul olunur və təminatlı şəkildə evinizə çatdırılır. Bu çox vacibdir. Çünki bəzən sifarişi qəbul edirlər, amma evimizə gələrkən başqa bir mənzərə ilə üzləşirik ki, bu Prestij pərdə də mümkünsüzdür. Könlümüzdən keçən və ürəyimiz istəyən o pərdəni əgər düzgün təqdim ediriksə, hisslərimizi, o fikrimizi bildirə biliriksə, Prestij pərdə də bizə elə təminatlı şəkildə onu təqdim edir. Biz dostlarımıza təşəkkür edirik bu zövqlü və gözəllik üçün. Gəlin, indi isə Prestij pərdənin bir video çarxına baxaq. Təşəkkürlər Prestij pərdəyə. Verilişimiz davam edir. İstəyili izləyicilərimiz, mənim növbəti təşəkkürüm makyajıma, saç düzümümə olacaq. Çünki bu günləri saç düzümü və makyajı özümə etmişəm. Özümə təşəkkür edirəm, amma həqiqətən hər zaman mənə dəstək olan Amali Studiyanı unutmuram. Bütün kollektivə təşəkkür. Geyimimə görə isə Mehri Shop'a təşəkkür edirəm. Ayaqqabılarım isə hər zaman olduğu kimi Afkoya məxsusdur. Afko, ayaqqabı dedikdə ağlımıza artıq neçə illərdir Afko gəlir. Təşəkkürlər Afkoya və növbəti təşəkkürüm informasiya dəstəkçimiz olacaq. Bu da Axşamaz saytıdır. Axşamaz saytı artıq dünəndən etibarən yazmışdıq. Xəbərdarsınız ki, bugün bizim studiyamızın qonağı kimdir? Ümumiyyətlə, verilişimizdə nə baş verirsə, biz öncə sizli-bizli, bəzən mən efir zamanı gözümdən də qaçıra bilirəmsə o məqamları, yox, Zəhramız bunu qaçırmır. Axşamaz saytı bu haqda yazır. Biz də bütün informasiya dəstəkçilərimizə, ümumiyyətlə, bütün jurnalistlərimizə təşəkkür edirik və verilişimiz davam edir. Mən verilişimizin ilk qonağını dəvət etmək istəyirəm. Gəlmir deyəsən ilk qonağımız, gəlmir. Əslində mən balaca qonağımızdan başlamaq istəyirdim dəvəti, amma alınmır. O zaman onu atası ilə bərabər dəvət edəcəm. Hər zaman onu efirlərdə görmək mümkün deyil. Əslində isə mən efirimizdən öncə də həmyaşıdlarımla söhbət edəndə deyirdim ki, bizim az yaşlı zamanımızda sevdiyimiz qrup var idisə, bu Dəyirman qrupuydu. Sevə-sevə o qrupu dinləyirdik, izləyirdik ki, nə xoş bizə. Bu qrupun üzvləri solo ifaya başladılar və hər biri ayrı-ayrılıqda sevildi, amma hər zaman efirlərdə görünmürlər. Və bir daha söyleyeyim, nə xoş bizə ki, bugün efirimizin qonağıdır. Söhbət Elmir Məhərramovda gedir. Elmir, elə qucağında gətir balanı. Elmir bugün studiyamızı öz balaca balası Teymur ilə gəlib. Sabahınız xeyir olsun Elmir. Gəlin zəhmət olsun, gəlin can. Uşaq yuxuludur, məlum məsələ, sabahınız xeyir olsun. Nə qədər dedim ki, gedə getmirəm, qucağımda. Yox, ancaq ata ilə. Teymur, necəsən? Tima, necəsən? Mənim, ay nə gözəl, ay necə istiqanlı baladır. Yaxşısan mənim balam? Yaxşısan. Birazdan söhbət eləyəcəyik. Elmir, necəsiniz? Əhvalınız necədir? Çox sağ olun, yaxşıyıq. Baxmayaraq ki, səhər tezdən oyanmaq o qədər çətin işdir. Çətin işdir. Amma bugün yaxşı əhvalla
oyandım. Mən sizə təşəkkür edəcəm. Az öncə də söylədim, sizi hər zaman efirlərdə görmək mümkün deyil. Hələ balanızla xüsusilə mümkün deyil. Təşəkkür ki, bizim efirimizi seçdiniz və gəldiniz. Sizə təşəkkür edirəm, çox sağ olun. Bəlkə sizdən bir ifa eşidək? Eşidək, olar. Timaylaşırsan orada. Qoy qalsın burada, mənim yanımda qalsın. Gəl, Teymur, gəl mənim yanıma bolum. Gəl, ifamız gəlsin, biz ifanı dinləyək. Digər hörmət etdiyimiz qonaqlarımız daha sonra dəvət edəcək. Elmirdən ifa gəlsin, səslənsin. Gəzdiyin küçələr işıqlıdırsa, edilən yaxşılıq qaşılığıdırsa, bu ürələr bir-birinə bağlıdırsa, davam ver yoluma, canım qüvvət ver qoluma. Yuxarıdan baxanda insanlar qarışqalara oxşayır. Hamı harası tələsir, nə tapır evinə daşıyır. Tikilən evlərin hasarları hündür hörülür. Quş baxışından bunların hamısı çox aciz görünür. Heyif ki mələkləri görmək olmur gözlə. Onların da işi deyilənə görə çətindir. Bir sözlə, hər kəsən özü üçün yaşayır, düz deyilir. Onsuz da xoş sözlər, ancaq üzdə deyilir. Köməkliyə çatanda birinin də dəmir xeyri. Yaralı barmağıma da deyil yarayan xeyli. Vaxt keçəndə güc səbəblər məlum olur. Bilmirəm şəxsən mənə çatanda həmişə belə olur. İstəmirəm ki hər şey açım töküm boş qaba. Qorxuram ürəyimi boşaltsam içim boş qala. Onda çətin ki kimsə məni gətirsin dilə. Ondansa oxuduğum nəqarəti bir də dinlə. Gəzdiyin küçələr işıqlıdırsa, edilən yaxşılıq qaşılığıdırsa, bu ürələr bir-birinə bağlıdırsa, davam ver yoluma, canım qüvvət ver qoluma. Gəzdiyin küçələr işıqlıdırsa, edilən yaxşılıq qaşılığıdırsa, bu ürələr bir-birinə bağlıdırsa, davam ver yoluma, canım qüvvət ver qoluma. Çöldən gəlirəm, külək dalımca çalır ficana soyuq keçib. Məni sevgili hisit, mənə qayğı göstər, sakit durum yanında. Mən rahatlıq axtarıram çətin günün sonunda. Hər işimiz keçir daşdan, həmişə tərslikdən. Biz həyatı öyrənməsək də dərslikdən. Çoxumuz yol göstərən, kim nə deyirsə, bir əl tutan da olmalıdır, hələlik isə. Divara söykən, dəyişib ölkən, küləyin təkəlinə baxır bu yelkən. Sən dur möhkəm, söz edəcək təsir. Bakıda külək əsir, açma külək əsir. Mən demirəm ki bir treklə bütün işlər düzəlsin. Qabağımda səhvi olan dərhal ayağıma gəlsin. Hörmətim artsın, nəsə həyat dəyişsin. Amma yaxşı olardı ki məni qəlblər eşitsin. Gəzdiyin küçələr işıqlıdırsa, edilən yaxşılıq qaşılığıdırsa, bu ürələr bir-birinə bağlıdırsa, davam ver yoluma, canım qüvvət ver qoluma. Gəzdiyin küçələr işıqlıdırsa, edilən yaxşılıq qaşılığıdırsa, bu ürələr bir-birinə bağlıdırsa, davam ver yoluma, canım qüvvət ver qoluma. Canım qüvvət ver qoluma. Davam ver yoluma, canım qüvvət ver qoluma. Gəzdiyin küçələr işıqlıdırsa, edilən yaxşılıq qaşılığıdırsa, bu ürələr bir-birinə bağlıdırsa, davam ver yoluma, canım qüvvət ver qoluma. Gəzdiyin küçələr işıqlıdırsa, edilən yaxşılıq qaşılığıdırsa, bu ürələr bir-birinə bağlıdırsa, davam ver yoluma, canım qüvvət ver qoluma. Elmir, səslizə qüvvət. Çox sağ olun, çox sağ olun. Balacamızın, maşallah, atasından ayrılmır. Hələ ki, aydın məsələdə səhər tezdən uşaq oyanır. Utancaqdır bir balaca. İlk dəfə efirə çıxır. Hə, ilk dəfədir. Can, Allah qorusun, bütün övladları qorusun. Bütün uşaqları Allah qorusun. Amin. Gəlin biz artıq reklam zamanıdır. Reklamlarımızı izləyək, reklamlardan sonra söylədiyim kimi qonaqlarımızla elə, yəni ki, bizim o mebellərimizdə, divamızda rahatca əyləşəcək Teymurumuz. Onun orada daha rahat olacaq. Söhbətimiz davam edəcək, amma bu məqamda Doğma kanalda reklamlar. Reklamlarımız bitdi, verilişimiz davam edir, istəkli izləyicilərimiz. Biz artıq digər otağımıza keçid almışıqsa, bu o deməkdir ki, elə digər qonaqlarımız da studiyamızdadır və söz verdiyim kimi bugün onlarla biz həm söhbət olacağıq. Təbii ki, mən Elmirə bir daha təşəkkür edirəm gəldiyi üçün. Balacamızla bərabər. Can, balacamızla az sonra danışacağım, amma növbəti qonaqlarımızı təqdim etmək istəyirəm. Artıq 2 fevrala doğru gedirik ki, bir neçə gündən sonra biz Gənclər gününü qeyd edəcəyik. Təbii ki, efirimiz həm
həmin günə təsadüf etmədiyi üçün elə bugündən etibarən biz Gənclər Gününü qeyd etməyə başlamışıq. Təbii ki, Gənclər və İdman Nazirliyinin nümayəndəsi, sektor müdürü Fuad Müəllim Babayev bugün studiyamıza qonaq oldu. Xoş gəlmisiniz Fuad müəllim. Xoş gördük. Necəsiz? Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Yaxşı, çox sağ olun. Əhvalınız yaxşıdır bugün? Yaxşıdır. Yaxşıdır. Biraz qar var havada, qarlı havada, yollar biraz buzludur, amma buna baxmayaraq mən hətta ehtiyat edirdim ki, bəlkə qonaqlarımız gecikərlər, nəsə baş verə bilər. Yox, təşəkkür ki. Gənclik havasında. Bəli, olduğu kimi. Təşəkkürlər və digər bir qonağımızı əslində mən söyləyəm ki, təqdimata ehtiyacı yoxdur. Çünki nəinki idman sevərlər, idmançılar, yəni idmana yaxın insanlar, hətta bütün Azərbaycan o insanlar fəxr edir. Çünki o insan bir neçə ilklərə imza atıb. Söhbət Ümumdünya Kapoeira Federasiyasının prezidenti Talih müəllim Orcundan gedir. Xoş gəlmisiniz Talih müəllim. Xoş bulduq. Çox sağ olun dəvətə görə, çox sağ olun gözəl təqdimata görə. Minnətdaram. Düzdür, mən yəni gənclər yəni bu havasıdır, amma mən deyə bilmərəm Braziliya bu havasıdır. Ümumiyyətlə, aidiyyatı yoxdur, amma yəni, bayaq qeyd etdiyim kimi, düz 10 il öncə mən Lider televiziyasında bir layihəm yayınmağa başlayırdı, Kapoeira aləmi. O vaxt elə səhər çağı verilişə iminlə bu studiyaya dəvət aldım və həmin gündə məhz qar yağmışdı. Nəsə yaman üst-üstə düşdü. 10 ildən sonra tarix təkrarlanır. 200 dəfə liderdə çıxış olub yəni. Bəli, liderçilər sizi sevir, Doğma Kanal ailəsi sizi sevir, dəyər verir. Braziliya abu-havasını biz birazdan yaradacağıq studiyada. Hə, Talih müəllim, mütləq olacaq. Bəlkə bizim timamız da o abu-havanı bəyəndi. Mikrofona zəhmət olmasa, Elmi. Heç qaçsınız. Çox utancaqdır. Mikrofona Elmir zəhmət olmasa. Onları ataya verək mikrofonu. Bu yəni öz keyfinə bağlıdır. Nə vaxt istəsə o vaxt oxuyar. Oxuyacaq, nə gözəl. Amma hazırlaşıb nəsə oxumaq. Hə, reklam arasında artıq o şeirlərini, mahnılarını söyləyirdi, məşq edirdi. Söyləyirdi, bəxt siz danışanda deyir ki, papa oxumaq istəyirəm. Hə, Tima? Hə, Tima. Oxuyaq? Bu cür pec. Yox. Niyəsə balacalar hər zaman mikrofona həvəsdə olurlar. Sevirlər mikrofonu. Emre həvəsi var mı ümumiyyətlə? Atasını dinləyir və səninlə bərabər replər deyir mi? Hələ o qədər də yəni tam olaraq anlamır nə baş verir. Amma hə, yəni mahnıları eşidərkən, kliplərə baxarkən oynayır. Oynayır. Bəs idmana necə? Həvəsi yoxdur? İdmana mənim həvəsim var bunu verməyə. Sadəcə olaraq məncə biraz tezdir hələ. 4 yaşı var. 4 yaşı var. Yəni bağçada bu gimnastika və s. yəni onlar hamısı var. Amma mən bir nəsə ciddi idmana vermək istəyirəm buna. Talih müəllim, neçə yaşından kapoeirana məşğul olmalıdır balacalar? 4 yaşından etibarən məşqlərə başlanılır. Potensialni kapoeirist oturub burada, öz yerində. Və Azərbaycanda demək olar ki, düz qeyd elədi, bəs əsasən akrobatika, gimnastika istifadə olunur, amma Azərbaycanda yeganə idman növüdür ki, bağçalarda tədris olunur. Azərbaycanın tanınan, sayılan bağçalarında kapoeira tədrisi olunur günün bugünü. Çox maraqlı. Əslində bu sizin bağçanıza da gəlib çıxacaq narahat olur. Hə, nə gözəl. Yavaş-yavaş sizin bağçada gəlib çıxacaq. Bizim bağçada zəhmət olmasa gəlin. Çox xoş olar əslində. Temamızdan birazdan eşidəcəyik. Elmirin yenilikləri var. Az sonra onunla danışacağıq. Danışacağıq. Əslində mən Mir Yusiflə duetdən bəhs etmək istəyirəm. Çünki hətta montajörümüz bir maraqlı görüntü toplayıb o ifadən. Bəli. Maraqlıdır. Yəni bu yaxınlarda demək olar ki, hardasa 3 gün qabaq mənim Mir Yusiflə bir duetim çıxıb. Yəni artıq sosial şəbəkələrdə hər yerdə onu dinləyə bilərsiniz. Nağıl danışma adlanır bu mahnı. Biz amma nağıl danışacağıq bugün. Nağılı eşidəcəyik bugün. Bir qısaca ifanı mütləq eşidəcəyik. Çünki məlum məsələ bugün bir Yusif burada yoxsa o ifanı tək səsləndirə bilmərik. Amma biz üzərindən də keçə bilməzdik. Çünki bu ilk olacaq, ekskluziv olacaq yəni ki efirimizə səslənmək. Çünki 3 gün öncə təqdim olunub izləyicilərimizə. Az sonra o ifa, o duet səslənəcək. Amma bütün bunlar az sonra olacaq. Hörmətli redaktorumuz, artıq ulduzların bizə nə vəd etdiyini öyrənməyin zamanıdır. O zaman gənclər haqqında məlumatı da bilək. Daha sonra artıq Gənclər Gününün abu-havasına tamlığı ilə köklənəcəyik.
Qoç, səbirli və təmkinli olun. Gərəksiz mübahisələrə, tartışmalara qatılmayın. Xərclərinizi nizamlayın. Maliyyə imkanlarınızı düşünülməmiş şəkildə sərf etməyin. Sərmayə və ya layihə üçün əlverişli zaman deyil. Tələskənlik, düşünülməmiş qərarlar itkilərə səbəb ola bilər. Günün ikinci yarısı dostlarla birgə fəaliyyət üçün əlverişlidir. Ünsiyyət xoş, səmimi olmalıdır. Emosional yüksəliş hiss edəcəksiniz. Axşam saatlarında qüvvənizi bərpa etməyə çalışın. Buğa, əlverişli, münasib gündür. Bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Situasiya ağır olsa da, yaşananların fəaliyyətinizə müsbət təsirini sonradan anlayacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə tam qarşılıqlı anlaşmaya nail olacağınızı düşünməyin. Günün ikinci yarısında münaqişəli situasiyalara qatılmayın. Səbirli, təmkinli davranın. Bəzi adamların hərəkətləri şübhəli təsir bağışlasa da, aqressiv olmayın. Axşam saatlarında hisslərə qapılmayın. Əkizlər, bilik və bacarıqlarından yararlana biləcəyiniz insanlarla sıx təmaslarda olun. Bugün uğur qazana bilərsiniz. İşdə kollektivin dəstəyini almağa çalışın. İradəli, qətiyyətli olun. İş axtarırsınızsa, ən müxtəlif variantları nəzərdən keçirə bilərsiniz. Günün ikinci yarısında potensial sifarişçi ilə danışıqlarda sərvaxt olun. Təsir altına düşərək potensial gəlir imkanını itirməyin. Yaxınlarınızla münasibətlərdə yeni, müsbət yönlər aşkarlanacaq. Axşam saatlarında enerji potensialınızın səviyyəsi aşağı düşə bilər. Normal istirahət edin. Xərçəng bürcü, bugün qeyri-adi ideyaların yaranmasına səbəb olan yeni şərtlərlə qarşılaşacaqsınız. Məqsədlərinizi dəqiqləşdirin. Hədəfləriniz səpələnmiş halda olmamalıdır. Gərəkli prioritetləri aydınlaşdırmağın zamanıdır. Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Daşınmaz əmlakla bağlı məsələnin həllini ertələməyin. Sevdiyiniz insanla söhbət zamanı gələcək planları müzakirə edin. Şəxsi münasibətlərdə yenilik istəyirsinizsə, dərhal işə başlayın. Axşam saatlarında aktiv olun. Şir, qıcıqlı, aqressiv, kobud olmayın. Tənqidə sərt reaksiya verməyin. Hisslərinizi cilovlayın, emosiyaların əsiri olmayın. Dediyiniz sözlərə fikir verin. Günün ikinci yarısında mübahisələrdə oponenti üstələmək istəyi sağlam məntiqə güc gəlməməlidir. Mübahisələrə qatılmayın, pozitiv olun. Yarımçıq saxladığınız işə davam edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Qız bürcü, yeni tanış olduğunuz insan barədə ilkin təəssüratlara inanmayın. Yaxşı ilə pisi ayırd etmək çətinləşəcək. Situasiyaya fərqli yönlərdən baxın. Dürüst qərarlar verin. Yaxın adamlardan biri sizi dəstəkləyəcək. Məsuliyyətdən qurtulmağa cəhd etməyin. Günün ikinci yarısı şəxsi münasibətlər üçün o qədər də yaxşı zaman deyil. Məişət problemləri ilə bağlı iradlarla yanaşı, sevdiyiniz insandan tənqid eşidəcəksiniz. Səmimi söhbət və dialoq şübhələrdən qurtulmağın ən yaxşı yoludur. Vəziyyəti normallaşdırmaq istəyirsinizsə, axşam saatlarında biraz tək qalın. Tərəzi, çoxdan bəri yığılıb qalan və həllini tələb edən məsələləri çözmək üçün yaxşı gündür. Adətən öhdəsindən çətinliklə gəldiyiniz problemlərdən birini həll edə bilərsiniz. Peşəkar fəaliyyət sahəsində müşküllər və gecikmələr olsa da, ruhdan düşməyin, təşəbbüskar olun. Günün ikinci yarısında işə diqqətli yanaşmağınız nüfuzlu şəxslərdən birini maraqlandıra bilər. Şəxsi münasibətlərdəki vəziyyət pis deyil. Bəzi psixoloji nüansların öhdəsindən gələcəksiniz. Sonradan təəssüf hissi doğuran addımları, niyə atdığınız səbəblərini dərk etməyə çalışın. Əqrəb, yaradıcılıq potensialınız yüksəkdə olmalıdır. Yeni ideyalar və maraqlı fikirlər yaranacaq. Çətinliklərdən qorxmayın. Bütün sədləri dəf etmək üçün inadla işləyin. Egoistcəsinə davranmayın. Yaxın ətrafınızdakı insanları düşünün. Onlardan üstün olduğunuzu göstərməyə can atmayın. Günün ikinci yarısında əhvalınızın pisləşməsi istisna deyil. Maraqlandığınız işlə məşğul olun. Yarımçıq layihələri bitirin. Bədbinliyə qapılmağınız əhvalınıza pis təsir edə bilər. Axşam saatlarını ailə üzvlərinə həsr edin. Oxatan, fəaliyyət göstərdiyiniz sahədə geniş miqyaslı təşəbbüslər üçün əlverişli gün deyil. Tənqidə və irada sərt reaksiya verməyin. Qabalıq, kobudluq yaxın ətrafınızdakı insanlarla münasibətlərinizə zərbə vura bilər. Cəhdlərinizlə səylərinizin müsbət nəticə verməsinə çalışın. Günün ikinci yarısında aktiv olun, ətalətə qapılmayın. Negativ emosiyalardan uzaq olun. Dəyər verdiyiniz insana münasibətinizi göstərməkdən çəkinməyin. Tələskənliyə yol verməyin. Səbirli olun. Oğla, diqqətli və saiq davranın. İşgüzar tərəfdaşlarla danışıqlarda məqsədlərinizi açıqlayın. Karyeranızın asılı olduğu insanlarla münaqişə yaratmayın. Hadisələri sürətləndirmək üçün olaylara süni təkan verməyin. Situasiyalardan yararlanaraq işlərinizin müsbət nəticə verməsinə çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Günün ikinci yarısında şəxsi münasibətinizdə durum pis olmayacaq. Dəyər verdiyiniz insanın və potensial tərəfdaşın diqqətini cəlb edin. Sevdiyiniz insandan mənəvi dəstək ala bilərsiniz. Axşam saatlarında yaxşı əylənə bilərsiniz.
Dolça bürcü. Ünsiyyətdə olarkən fikirlərinizi normal izah etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar bəzən sizin nə demək istədiyinizi anlamaqda çətinlik çəkirlər. Rəqibləriniz heç bir qayda və qanunlara əməl etməyərək çalışırlar. Siz də qətiyyətli, hətta zərurət yaranarsa kobud olun. Günün ikinci yarısında ailə həyatınız və şəxsi münasibətlərdə problemlər müşahidə olunacaq. Ailə üzvlərindən biri məsləhət, yardım istəyəcək. Səhhətinizə fikir verin. Rasionunuz sağlam olmalıdır. Balıqlar, adi günlərdən fərqli olaraq bugün ifrat qıcıqlı dərəcədə davranmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşma əldə etməyə çalışın. Tanımadığınız insanlara meydan oxumayın. Yaxınlarınızın qəlbinə dəyməyin. Belə davranışın sonradan çox pis fəsadlar ola bilər. Günün ikinci yarısında şəxsi münasibətlərdə status quo-nu qorumaq çətindir. Köklü olmasa da dəyişikliklər və yeniliklər istəyəcəksiniz. Ailədəki durum sizi narahat edə bilər. Sevdiyiniz insanla təmaslarda sərin yellər əsməməlidir.
alqışlayaq özümüzü. Möhtəşəmsiz. Təşəkkür Talih müəllimə, təşəkkür sizə, dostlar, möhtəşəmsiz. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Hər kəsi salamlayırıq və bu gözəlliyə görə, bu ab-havaya görə təşəkkür. Biz bayaqlamızda rəqs edirik və çox gözəldir. Əminəm ki, bizi izləyən, baxı, Teymur balamız başda olmaqla az yaşlarınız var ki, mütləq həvəs yaranır bu gözəlliyə və bu ab-havaya. Mən ritimləri tuta bilmirəm, amma qonağımız var. Qonağımızla söhbət etmək istəyirəm, bizim tərcüməçimiz, dəyərli qonağımızı dəvət edim, çünki Braziliyadan gəlib qonağımız. Mən onunla təbii ki, danışa bilməyəcəm. Sabahınız xeyir olsun, sizi salamlayıram və istəyirəm qonağımız da salamlasın bütün tamaşaçıları, ümumiyyətlə, belə deyək, Azərbaycanımızda, Bakıda ab-hava necədir? Thanks so much for all the people from Azerbaijan. I'm so much happy for again stay here in your country. And also with the capoeiristas, Mr. President, also with you. Thanks so much for everything. Bütün Azərbaycan xalqını salamlayıram. Burada yenidən gəlib istirahət etməyimə çox şadam və cənab prezidenti və sizləri görməyimə çox şadam. Təşəkkür edirik. Mənə çox maraqlıdır ki, gəlib bu ab-havaya düşəndən sonra nə dedi bizim Capoeira ailəsinə? Ümumiyyətlə, münasibət neçə müddətdir yaranıb? How long do you know this relationship? I know this confederation is these people with Capoeira from 2013. After this championship, he was here. In front of this day, we have nice contact. I'm trying came here how I can, because I like so much. I won't say my name or something different. Baku's great city, and Azerbaijan for me is in my heart. It's good. 2013-cü ildə ilk dəfə bura gəlib, dünya çempionatı burada keçiriləndə və Bakını deyir, çox sevirəm. Azərbaycan da mənim ürəyimdə xüsusi bir yer tutur. Nə gözəl. Təşəkkür edirik, amma növbəti çıxışda olacaqmı qonağımız? Olacaq, mütləq olacaq. O zaman bizim dostlarımız hazırlaşsınlar. Mən qonaqlarımızla söhbət edim, növbəti çıxışa hazırıq. Bilirəm ki, gedən yeriniz də var. Biz sizin çıxışınızın tezliyi ilə izləyici bir daha təşəkkür edirəm. Minnətdaram sizə gəldiyiniz üçün və az sonra görüşürük sizinlə. Təşəkkürlər və mən yollanım qonaqlarımızın yanına. Teymur, maraqlıydı balam. Xoşuna gəldi? Bəyənir, Elmir? Xoşuma gəlir, deyir, hə, istəyirsən? Yox, izləmək daha maraqlıdır. Talih müəllim. Yox, uşaq səhər-səhər, mən qınamıram. Əslində, biraz balacalarımız üçün oyanmaq xüsusilə bazar günü. Həftənin 5-6 günü oyanırlar onsuz da tezləndən. Bir də bazar günü biz oyatmışıq onu elmir. Hə, bu hər dəfə bağçaya gələndə soruşur ki, bu xadma nə vaxtdır? Can, Allah qorusun. Və Talih müəllim, dünənki tədbirlə bağlı sırağa gün oldu, bir gün öncə. Olan tədbirlə bağlı istəyirəm danışaq, çünki bir çox təsadüflər var idi. 3 mötəbər gün bir günə təsadüf etmişdi. Bu haqda danışaq ki, Fuad bəyin də yəni ki, əlavəsi olacaq bu gündən bağlı. Buyurun. İlk öncə onu deyim ki, yeriniz çox balacadır. Həm də yəni pol biraz sürüşkan olduğuna görə, yəni hərəkətlər, bütün uşaqlar bütün potensialını ortaya qoya bilmədi. Yəni minimal bu. Bu Benguela stili deyilir buna. Bir dənə regional stili var ki, hansı ki bir-iki nəfər orada işlədi, ondan göstərdi. Çox sürətli və akrobatika biraz patolog da ola bilər özməsinə. Amma ikinci mahnıda canlı musiqi alətləri olmayacaq. İkinci çıxışda musiqi ilə, hazırlanmış musiqi ilə çıxış olacaq. Ümidvaram ki, uşaqlar bacardıqları qədər, yəni yerə uyğun bir hərəkətlər göstərərlər. Yəni bunu qeyd etmək istədim. Tədbirlə bağlı. Tədbir bir neçə əlamətlər, hadisəni bir gündə qeyd etdik. Belə ki, ilk növbədə Ümumdünya Capoeira Federasiyasının prezident qərargahının Azərbaycana köçməsi idi. Azərbaycanda Capoeiranın yaranmasının 20 illik yubileyi idi. Demək, Azərbaycan Capoeira Federasiyasının 10 illik yubileyi idi və Sportsmen jurnalının bizim dostlarımızın Zəfər Beynəlxalq İdman mükafatının 10 illik yubileyi idi. Eyni zamanda mənim liderdə verilişimin 10 illik yubileyi. Onu da qeyd edək ki, həmçinin bu mükafat bu il Lider televiziyasına təqdim olundu. İlin televiziya kanalı olaraq bu bizim uğurumuzdur. Buna görə də təşəkkür edirik. Fuad müəllim, artıq belə idi, Gənclər və İdman Nazirliyində Gənclər günü ilə bağlı hazırlıqlar başlayıb. Mən ötən gün Səmaya xanımla da danışdım və bildim ki, maşallah, bütün demək olaraq əməkdaşlar hərə bir qardaş kanaldadır, efirlərdədir. Çünki bizim danışacaqlarımız çoxdur. Çox istərdim ki, siz bəhs edəsiniz. Bu il xüsusilə yubiley ilidir. Bilirəm ki, hazırlıqlar daha mötəbər olacaq. Necə gedir hazırlıqlar? Hazırlıqlar həmişə olduğu kimi
bir neçə müddət bundan öncə başlayıb və davam edir. Qeyd olundu ki, bu il ümumiyyətlə 2 fevral Azərbaycan Gənclər Günüdür. Yəni, tamaşaçılarımız üçün bilməyənlər bilsin. Və bu gün 20 il bundan öncə ümummilli liderin bir qrup gəncləri qəbul etməsi nəticəsində verdiyi qərar nəticəsində bu gün təsis olunub və artıq 20 illik Azərbaycan gənclərinin öz bir günü var. Çox xoşdur ki, ümumiyyətlə bu gün təsis olundan sonra bir neçə ölkələr də bizdən eyni təcrübəni götürüb tətbiq etməyə başlayıblar. Xüsusilə qeyd edeyim ki, demək olar ki, dünyanın çox ölkələrində də heç ümumiyyətlə gənclər günü yoxdur. Yəni, bu da bir xüsusi bir önəm daşıyır. Yəni, bu onu göstərir ki, Azərbaycan öz gənclərinə nə qədər böyük önəm verir. Yəni, onun ayrıca öz gününü təsis etməsi ilə, ümumiyyətlə bu sahədə bir dövlət siyasətinin olması ilə, mən düşünürəm ki, bu haqda biz danışacaq, amma xüsusilə Gənclər Günü ərəfəsində olan tədbirlər barədə danışmaq istəyirdim. Hər il olduğu kimi bu ildə ilin ən fəal gənclərinə müxtəlif sahələrdə, həm yaradıcılıq sahəsində, ictimai sahədə, elm sahəsində, təhsil sahəsində gənclərin, fərqlənən gənclərin mükafatlandırılması olacaq, sərgi təşkil olunacaq, müxtəlif rayon və şəhərlərdə gənclərin iştirakı ilə tədbirlər təşkil olunacaq. Ondan başqa gözlənilir ki, ölkə prezidentinin sərəncamı ilə hər il 6 nəfər gəncə elm, təhsil, mədəniyyət və ictimai fəal sahəsində seçilən gənclərə prezidentin sərəncamı ilə gənclər üçün prezident mükafatı verilir. Və bu da xüsusi bir önəm daşıyır. Çünki artıq bu da bir 3-4 ildir ki verilir və bunu da qeyd edeyim ki, MDB məkanında, demək ki, Avropada heç belə bir şey, bəlkə Rusiyada var, amma digər ölkələrdə yoxdur bu. Yəni, bu günlər ərzində olacaq tədbirlərdir. Mən bunun əsas bir neçə önəm məqamları qeyd elədim, amma əslində deyiləsi sözlər çoxdur, çatdırılası məlumatlar çoxdur. Düşünürəm ki, biz bunu söhbətimizə yenə çatdıracaq. Danışacaq. Amma haqqında danışdığımız o gözəl tədbirdən dünən Lider Maqazin ailəsi bir gözəl sujet hazırlayıblar, təqdim ediblər. Bilirsiniz ki, həftənin şənbə günləri 21:00-da Lider Maqazin efirdə olur. Adətən şou aləmində baş verən ən son yenilikləri təqdim edirik ki, amma bu gənclər günü və belə bir mötəbər tədbirdən yan keçə bilməzdi Lider Maqazinçilər. Dünən bu sujet təqdim olunub, amma istədik ki, bugün tezdən oyan komandasıdır. Həmin sujeti izləməyənlər üçün təqdim edək, bərabər izləyək, daha sonra studiyamızda olacaq, Elmirdən növbəti sevdiyimiz ifaları eşidəcəyik, amma sujetimizi izləyək. Lider Maqazin təkcə şou aləminin liderlərini yox, idman sayəsinin liderlərini də işıqlandırmağı özünə borc bilərək, ötən günlərin birində baş tutan möhtəşəm mükafatlandırma mərasimində media işçilər arasında idi. Paytaxtın dəbdəbəli məkanlarından birində reallaşan tədbirdə geridə qoyduğumuz 2016-cı ilin ən parlaq idman uğurları sadalandı və sahibləri müxtəlif nominasiyalar üzrə mükafat aldılar. Bu günləri zəfər mükafatı çox sevindirici haldır ki, 2016-cı ildə bildiyiniz kimi Azərbaycanda yay olimpik oyunlarında böyük bir uğura imza atdı. 18 medalımız oldu. Onlardan məhz 2 medalı Azərbaycanda Judo Federasiyası əldə elədi. Möhtəşəm gecənin digər təşkil olunma səbəbi isə Beynəlxalq Federasiyanın prezidentinin ilk dəfə olaraq Azərbaycanlı seçilməsi və vətənimizdə kapoeira idman növünün genişləndirilməsi yolunda atılan ilk mətin addım idi. Kapoeira Federasiyasının mərkəzinin Bakı, Azərbaycana köçməsidir. Mənim bu Dünya Federasiyasına prezident vəzifəsinə təyin olmağımın
təqdimatıdır. Daha sonra Azərbaycanda kapoeira idman növünün yaranmasının 20 illik yubileyidir və Sportsmen jurnalının Zəfər Beynəlxalq İdman mükafatının təqdimatıdır. 3 tədbiri bir araya salınır. Tədbirin elə özü kimi də möhtəşəm musiqili qonağı idmansevər, vətənpərvər Faiq Ağayev idi. Adi insan üçün 20 il böyük bir müddətdir. İnsan artıq müdrikliyə ilk addımını atır. Siz təsəvvür edin, təşkilat üçün nə boyda böyük bir müddətdir və qələbələrlə, zəfərlərlə, uğurlarla dolu bir müddətdir. Gecənin sürprizləri bitmək bilmirdi. Bir vətənpərvər olaraq yaşadığım sevinç hissinin şövqü səngiməmiş, bir liderçi olaraq fərəkdən köksüm patladı. Və budur. Lider kanalı 2016-cı ilin televiziya kanalı seçildi. Zəfər Beynəlxalq İdman mükafatının təqdim etdiyi fəxri fərmanla təltif edildi. Səyyar kameralarla lenti alan lider kanalıdır. Biz təşəkkürümüzü bildiririk. Sahil bəyə lider kanalıdır, özümüzə baxacağıq. İlin idman kanalı, hər zaman idmanın yanında olan, İngiltərə Premier Liqasında ilk dəfə efirə daşıyan, hər zaman olimpiyadalardan özel reportajlar lider kanalına alqışlarınız. Çıxış fonunda səslənən gürültülü alqışlar isə liderçilərin səyini, əziyyətini, peşəkarlığını və birliyini diktə edirdi. Lider telekanalı yarandığı gündən məhz bu sahədə, bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də Azərbaycanda idmanın inkişafına, onun nailiyyətlərinin həm Azərbaycan tamaşaçı auditoriyasına, həm də dünya çatdırılmasında öz, belə deyək, zərrə qədər də olsa kiçik zəhmətini çəkib, çəkir və çəkəcəklər. Bütün lider kollektiyini təbrik edirik. Mükafatı alan, bu məsuliyyətli və qürurverici işi icra edən Sahil İskəndərov isə əlbəttə ki, ilk olaraq təəssüratlarını bizimlə bölüşdü. İstənilən bir fərdin və kollektivin əməyinə verilən qiymətdən o fərd və kollektiv nə dərəcədə sevinirsə, bugün mən həmin hissləri yaşayıram və sözsüz ki, ilk növbədə öz telekanalımızın və ümumiyyətlə Azərbaycan teleməkanı simasında bütün telekanallarımızın hamısına mən bu sahədə uğurlar arzulayıram. Beləcə, Lider maqazin lider idmançıların ən əhəmiyyətli uğurlarını çəkib sizə təqdim etdi. Doğma kanalın bu uğuru isə iş fəaliyyətimizə biraz da həvəs və enerji qatdı. Reklamlarımız bitdi, verilişimiz davam edir və çox gözəl abu-hava var əslində bura. Biz həm balacalardan, övladlardan danışırıq, onların hansı yaş dövründə necə onları böyütməkdən danışırıq ki, Elmir, mən istəyirəm bir də bu haqda danışaq. Ümumiyyətlə, Elmirə zamanı olur, belə deyək, həm təhsili ilə, həm bağçaya gedir adətən uşaqlar, amma həm də belə deyək, əyləncəsi ilə zaman var mı məşğul olmağa? Başqa cür ola da bilməz, çünki bu hər gün soruşur ki, mənə nə vaxt oynayacaqsan, yəni ki, o bilir ki, buna mən həmişə bir vaxt ayırıram ki, bu ilə oynayayım. Çünki belə deyək də, məndən başqa evdə kişi xeylağı budur, ona da mənlə maraqlıdır. Mənlə maraqlıdır oynamaq və adətən 5-6 bazar, yəni o günlərdə daha çox vaxt ayırıram buna. Bir yerdə oynayırıq, maşınlarla da, arada rəqs də eləyirik. Biraz dalaşırıq da. Bugün nəsə deyir ki, gedək qar topu oynayaq. Yəqin ki, buradan gedəcəyik. O zaman bizim lider mağazincilər az öncə bu haqda danışırdılar. Deyir, nə gözəl, Elmir hər dəqiqə efirlərə gəlmir, balası ilə gəlib. Bəlkə bir qar topu oynayarkən onlar lenti alaq. Məqam düşüb, lider mağazincilər. Az öncə elə biz əlaqə saxlamışdıq. O zaman gördünüz, canlı efir vasitəsilə biz sizə xəbəri ötürdük. Xəbəriniz olsun. Bugün Elmir Məhərrəmov balası ilə qar topu oynayacaq ki, dünəndən bəri balalarımız sevinirlər əslində ki, azacıq da olsa qar yağıb. Yollar biraz sürüşkən, əsas odur ki, amma onların üzü gülür. Gənclərin üzü gülür, Fuad müəllim. Çünki Ancaq böyüklərin üzü gülmür. Böyüklərin üzü gülmür, çünki maşını idarə etmək çox çətindir. Bəli, 2 gün əziyyət çəkirik. Amma əsas odur ki, dedi. Yenə də repçi deməlidir sözünü. Fuad müəllim, həqiqətən 2 fevral artıq 20 ildir. Özəl olaraq qeyd olunur. Demək olar ki, biz bir çox bayram günlərini qeyd edirik, amma xatırlamıram ki, hansısa il 2 fevral tarixini sadəcə ötəri olaraq qeyd edək. Yox, özəl olaraq qeyd olunur, çünki gənclərimiz maşallah çox fəaldılar. Gənclərimizin tutduğu yol uğurludur ki, Azərbaycanımız elə bununla da səs salıb dünyaya. Bəli, Gənclər günü xüsusi bir gündür. Yəni, gənclər Azərbaycan hər bir gənc bu gün olduğunu məncə bilsə daha yaxşı olar. Çünki onların bir günü var.
Mənə görə ki, bu çox maraqlı bir məqamdır və bu bir faktdır. Bu günün xüsusi olaraq qeyd olunması artıq 20 ildir bu gün xüsusi olaraq müxtəlif tədbirlər çərçivəsində qeyd olunur. Bayaq qeyd etdiyimiz kimi gənclər mükafatlandırılır və digər tədbirlər. Amma bir şey də var ki, bu iki Gənclər Günü 20 ilə təsadüf edir. Yəni 20 ildir ki, qeyd olunur. Biz buna həm də bir hesabat dövrü kimi baxırıq. Yəni biz 20 ildə nə etmişik, hardan hara gəlmişik, Azərbaycan dövlətçiliyi tarixində gənclər hansı izlər qoyub, Azərbaycanın bugünkü problemlərin həllində gənclər hansı rol oynayıblar və daha hansı rol oynamalıdırlar və eyni zamanda gələcəyə bir baxış formalaşır. Düzdür, bu gün 20 ilə təsadüf etsə də biz bunu hər il edirik və hər ildə bu tədbirlər keçirilir. Bir məsələ də var ki, bu il həm də Azərbaycan gənclərinin bir forumu keçəcək. Bu artıq 8-ci forumdur. 3 ildən bir keçirilir və bu forum da özü-özündə çox maraqlı bir forumdur. Çünki bu gənclərin bir ali toplantısıdır. Bu da növbəti 3 ilə bir hesabat dövrüdür və növbəti 3 il üçün hədəflər formalaşacaq. Biz gözləyirik bu yaxınlarda artıq bütün mərhələləri keçib Azərbaycan gəncliyi üçün yeni dövlət proqramı qəbul edilməsi gözlənilir. 2017-21-ci illəri əhatə edən dövlət proqramıdır. Ümid edir ki, dövlət proqramı bizim üçün daha da geniş üfüqlər açacaq, gənclər üçün daha da yeni imkanlar açacaq və biz daha da böyük işlər görə biləcəyik. Təbii ki, gənclərin birbaşa iştirakı ilə. Əlbəttə ki. Və mən əbəs yerə demədim Azərbaycan gəncləri. Əslində, Talih mənim xəbəriniz olsun. Mən sizi hələ də gənclər sırasında adınızı çəkirəm. Əbəs yerə demədim ki, Azərbaycan gəncləri musiqisi və idmanı, muğamı dünyaya səs salıb, tanınır. Həmçinin Talih Orucov öz adına, Azərbaycan adına ilkə imza atıb. İstəyirəm sizin ilklərə imza atmanızdan da danışaq ki, Talih mənim əslində ilk Azərbaycanlıdır ki, Ümumdünya Kapoeira Federasiyasının prezidenti seçilib. Və bu haqda istəyirəm, özünüz geniş məlumat verəsiniz. Demək ki, belə bir məsələ çıxdı ilin əvvəli, keçən il əvvəli ki, bəs bundan öncəki Dünya Federasiyasının prezidenti bəs fikir bildirdi ki, istefa verəcək bəzi səbəblərlə bağlı və ölkələr namizədlərin başladılar irəli sürməyə. Bu məsələ ilə bağlı mən Gənclər və İdman naziri Azad Rəhimovla görüşdüm və məsləhət elədik bu barədə. Nəticə etibarilə Azad müəllimin tövsiyəsi ilə məhz Azərbaycandan mənim namizədliyim irəli sürüldü. Ondan sonra formula oldu, daha sonra Olimpiya oyunları və s. və s. Oktyabra az qalmışdı, Azad müəllim yenidən çağırdı. Görüşdü, Talih sənə stimul vermək istəyirəm. İndi əgər seçilə bilsən, onu bil ki, Azərbaycan idman tarixində ilk Azərbaycanlı olacaqsan ki, beynəlxalq idman təşkilatına rəhbər seçilə bilərsiniz. Nəsə nəticə etibarilə bir neçə gün sonra seçkilər oldu. Ehtimallarım var idi, çünki idarə heyəti dəstəkləyirdi. Yəni heç nədən olmadı bu, belə deyək. Bunun səbəbi var idi mənim seçilməyim. Çünki 2013-cü ildə dünya çempionatı Azərbaycanda oldu və bu çempionat nəticəsində, yəni bu çempionat Kapoeiranın 5 əsrlik tarixində ən mötəbər yarış adını aldı. Yəni, bura Braziliyanın parlament komitəsinin sədri gəlmişdi, parlamentin komitə sədri gəlmişdi, deputatlar gəlmişdi, oranın Gənclər və İdman Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəhbərliyi gəlmişdi. Çox mötəbər şəkildə keçirdi. Yeni qaydalar, məsələn, tətbiq olundu. Mən tərəfdən bəzi yeni qaydalar tətbiq olundu, yəni qəbul olundu Dünya Federasiyası tərəfindən və nəticə etibarilə bu, Latin Amerikasında bu çempionat Azərbaycanı bu sahədə xüsusən tanıtdı. Və məhz ona görə də ölkə sayına baxdığımız halda, yəni səs vermə nəticəsində mən qalib gəldim. Yəni doğrudan sevindiricidir. Çıxışımda dedim ki, bu mənim üçün ikili sevinç xarakteri daşıyır. Belə ki, hər hansı bir Azərbaycanlının beynəlxalq idman təşkilatına rəhbər seçilməsi bir Azərbaycanlı olaraq, bir vətənpərvər olaraq mənim üçün xoşdur, sevinci hissidir. İkinci sevincisi də ondan ibarətdir ki, o Azərbaycanlı məhz mən özüməm. Siz, bəli. Bu bizi də sevindirir bir vətəndaş olaraq. Uğurlarınızın davamı gəlsin ki, biz də bunu şahidlik edək. Və söhbətimiz davam edəcək, istəyili izləyicilərimiz, amma bu məqamda bilirəm, səbirsizliyinə Elmirin ifasını gözləyənlərimiz çoxdur. Mən sizi biraz intizarda saxladım, amma bu məqamda gəlin hava haqqında məlumatı izləyək, ardınca birbaşa Elmirin növbəti ifasını eşidəcəyik. Gəlsin. Salam, hər vaxtınız xeyir olsun. Vaxt çatdı hava haqqında məlumatla tanış olmağa diqqətiniz bizdə olsun. Hava proqnozunu Zaferoğlu İnşaatın baş sponsorluğu ilə təqdim edirik.
İlk olaraq başlayaq Dağlıq Qarabağ zonasından. Burada havanın yağıntılı keçəcəyi, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Duman müşahidə olunacaq, hərarəti isə -3 müsbət 2 dərəcə olacaq. Naxçıvan Muxtar Respublikasında ara bir qar yağacaq, duman olacaq, hərarəti isə 4-9 dərəcə şaxta gözlənilir. Qərb rayonlarına gəlincə isə səhər və axşam havanın yağıntılı keçəcəyi gözlənilir. Duman müşahidə olunacaq, havanın hərarəti isə 1-6 dərəcə arasında dəyişəcək. Şəki-Zaqatala zonasında qar yağacaq, intensiv olacaq, ayrı-ayrı yerlərdə duman gözlənilir, hərarəti isə 0-5 dərəcə isti təşkil edəcək. Şirvan zonasında havanın hərarəti 4-8 dərəcə, Quba-Qusar və ətraf rayonlarında isə 0-5 dərəcə isti olacaq. Aran rayonlarında hava yağmursuz keçsə də səhər duman, çiskin, axşama doğru yağış yağacağı gözlənilir, hərarəti isə gün ərzində 4-8 dərəcə arasında dəyişəcək. Cənub rayonlarında ara bir yağış yağacaq, dağlıq ərazilərində sulu qar yağacağı gözlənilir, dağlarda duman olacaq, hərarəti isə 5-8 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında ara bir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi ara bir güclənəcək, havanın temperaturu isə gecə 0-3, gündüz 2-4 dərəcə isti olacaq. İndi isə görək dünya şəhərlərində hava necə olacaq. Tokyo -14, Pekin -5, Dehli -20, İslamabad -15, Ankara -2, Tehran -6, Dubay -23, Tel-Əviv -15, London -7, Berlin -3, Moskva -3, Paris -12, Madrid -8, Roma -3, Afina -6, Vaşinqtonda isə 5 dərəcə isti olacaq. Hava ilə bağlı çatdıracaqlarımız bu qədər. Onda diqqətinizə çatdıraq ki, London, New York, Dubay kimi biznes mərkəzlərində dünya miqyaslı mükafat və sertifikatlara layiq görülən Zaferoğlu İnşaat dizayn sayəsində yenilik edib. Əgər siz də zövqlü interyeri sahib olmaq istəyirsinizsə, Zaferoğlu İnşaata müraciət edə bilərsiniz. Zaferoğlu İnşaat yeniliyin və rahatlığın dəyərini bilənlər üçün. This night will last forever. Qoy desinlər ki bu qız qoşulub gecə, qalan bütün şeyləri mən çəkərim xərci. Tələsən yerimiz yoxdur bu gecə, evdə gözləyəndə həmçinin. Qoy desinlər ki bu qız qoşulub gecə, qalan bütün şeyləri mən çəkərim xərci. Tələsən yerimiz yoxdur bu gecə, evdə gözləyəndə həmçinin. Saxlamışım əlimi yenə tətikdə, görəndə döşəyəcəm sənə ürək sözlərimi. Çox istəyirəm eləyim bunu təklikdə, görəsən necə ola bilərəm mən tam səmimi. Durmadan nəfəsimə qatıram ağır tüstü, bu sevgilim dünən yenə də məndən küstü. Keyfimə dost tanışları qatır hər gün zəhər, güya onlar olmasa açılmaz da səhər. Alınmaz görüşlər ki nə olmaz maraqlı, oyanmaz zombilər, popcorn olmaz dadlı. Amma dərd də köhnəlir çəkəndə dərindən, bircə cins şal var düşmür heç vaxt dəbdən. Qoy desinlər ki bu qız qoşulub gecə, qalan bütün şeyləri mən çəkərim xərci. Tələsən yerimiz yoxdur bu gecə, evdə gözləyəndə həmçinin. Qoy desinlər ki bu qız qoşulub gecə, qalan bütün şeyləri mən çəkərim xərci. Tələsən yerimiz yoxdur bu gecə, evdə gözləyəndə həmçinin. Oradan da başa düşmürsən mən dediyimi, ya da edirsən bunu qəsdən. Nə cəmaatın başı xarab olub indi, nə də ki mən olmuşam xəstə. Yeni utanmadan nəfəsinə qatırsan yalan, səni damla mənim gözümdən salan. Ola bilərsən əgər indi məndən səmimi, gəl dodağımdan dərizəyimi.
Sevinclə kədəri yaşayaq iç-içə. Arzular da olsun bizim yastığımız. Sevgi məktubları tək qalsın gizlicə. Tərli pəncərənin üstündə yazdığımız. İkimizdə dəniz, ikimizdə də dəli hiss. İsti sahil qumundan alırıq həz, iz gizliyik biz. Və artıq yoxdur fərqi bu dünyada insanlar nəyin çəkir dərdin. Qoy desinlər ki bu qız qoşulub gecə. Qalan bütün şeylərin mən çəkərim xərci. Tələsən yerimiz yoxdur bu gecə. Evdə gözləyəndə həmçinin. Qoy desinlər ki bu qız qoşulub gecə. Qalan bütün şeylərin mən çəkərim xərci. Tələsən yerimiz yoxdur bu gecə. Evdə gözləyəndə həmçinin. Belə, təşəkkürlər Elmir, minnətdarıq. Çox sağ olun. Balacamızla köməkim bir balaca. Təşəkkürlər. Yorğun idi deyəsən, bilmirəm nə baş verirdi. Əyləş və Elmir, istəyirəm elə zaman itirmədən sizinlə bağlı bir sujetimiz var, onu izləyək. İzləyək, mən üçün də bir sürprizdir. Bəli, izləyək, çünki hər zaman dəyirmançı dediyimiz Elmir Məhərramovun bəlkə də tanımadığınız tərəfi varsa, gəlin, qısaca o sujetdə bilək, xəbərdar olaq, daha sonra hətta telefon bağlantımız da ola bilər. Gəlin, sujetimizi izləyək. Dəyirmanın çarxından keçib gələn, sənətin hər xırdalığına bələd olan, dediyi sözü məntiqi süzgəcindən keçirib sonra deyən, oxumaq xətrinə yox, sənət xətrinə ifa edən Elmir Məhərramov. Xoş gördük sizi. Mənim üçün ağıl danışma, görürəm gözlərin alışmır, çalışma, heç sizi görmək çox zaman müşkül məsələ olsa da, biz sizi hətta tezdən oyada bilmişik. Efirlərdə olan verilişlərin çoxsunda üzümü görmürəm. Yəni səbəb daha doğrusu budur. Onun fərqli səs tembri ifa etdiyi mahnıları tezliklə sevimli mahnılar sırasına əlavə etmək gücündədir. Belə mahnılar sırasında ürəyini buz kimi saxla, qara buludlar. Başımın üstünü qara buludlar aldı. Göylərə ucalmaq yenə özgəyə qaldı. Gördüm yağış yağır dolur damsız sinəmə. Dedim dur yığış, gedirsən cəhənnəmə. Mən daha əvvəlki kimi olmaram, igid ölməlidir, tək sənə görə, qoluma qüvvət ver kimi ifalarını dinləmək zövq vericidir. Və ən nəhayət Mir Yusiflə ifa etdiyi Nağıl Danışma mahnısı özündə ən real sevgi izdirablarını əks etdirir. Yüz qıbuz qat, arzuların düz yanındadır, əlini uzat. Mənim üçün ağıl danışma, görürəm gözlərin alışmır. Çalışma, heç çalışma, sən də aldatmaq heç alınmır. Tezdən oyana xoş gəlmişsiniz Elmir bəy. Arzu edirəm ki, növbəti gəlişinizdə sadalayacağım uğurlarınıza cümlələrim yetməsin. Həmişə belə zövqlü musiqi təbliğçisi olasınız. Başımın üstünü qara buludlar aldı. Göylərə ucalmaq yenə özgəyə qaldı. Gördüm yağış yağır dolur damsız sinəmə. Dedim dur yığış, gedirsən cəhənnəmə. Bax belə, qısaca bir keçid. Çox sağ olun, çox gözəl sujet izlədik. Əslində ifaları eşitdik və bu çox gözəl idi. Çox sağ olun. Bir də ötən gün Divamızın ad günündə dediyiniz o müsahibə, o kəlmələr bizə çox xoş gəldi ki, əslində Elmir deyib ki, biz də bunu qəbul edirik olduğu kimi ki, hər zaman Elmiri hər efirdə görmək olmur. Yəni, məncə bu normal bir şeydir. Səbəb nədir Elmir? Dəvət gəlir, mən buna əminəm. Dəvət gəlir, əlbəttə ki, amma yenə deyirəm, heç kim inciməsin, amma mən özüm çox verilişdə özümü görmürəm. Mənə deyirlər ki, misal üçün dəvət və s. Mən deyirəm ki, mən orada gəlib neyəcəm? Yəni ki, mən biraz
ağlıma gəlmir işinə. Ona görə də məcbur oluram, yəni birtər görünməkdənsə məcbur oluram ki, deyim ki, yox, xahiş edirəm, incimeyin, amma yox. Mən bir daha söyləyirəm ki, nə xoş bizə ki, o zaman bugün Elmir bizim studiyamızın qonağıdır. Həm də balaca Teymuru ilə ilk dəfə efirdədir. İlk dəfə elə Doğma kanalda tezdən oyun verilişinə gəlib Teymurumuz. Həm də tez-tez efirə çıxmağa da bir adı yoxdur. Yəni, cəmatın gözünü mazal eləmək. Yox, mən elə düşünmürəm. Nəsə olanda gəlib danışmaq olar da. Yenilik, az sonra yenilik haqqında bizim Mayamız qısaca danışdı, amma bu ifanın heç olmasa bir dəqiqə, 2 dəqiqəsini eşitmək istəyirsinizsə, Mir Yusiflə duetdən gedir söhbət, nağıl danışma. İzləyin bizi, çünki bu məqamda reklamdır. Reklamlardan sonra mütləq o ifanı da eşidəcəyik. Bizim Kapoeiranın növbəti bir performansı, maraqlı çıxışı olacaq ki, bax ona da hazırlıq gedir. Bütün bunları izləyin. Studiyamız çox maraqlıdır. Reklamlar, Doğma kanalda reklamlar, daha sonra verilişimiz davam edəcək. Teşekkürler. Minnətdarıq sizə dostlar. Bir daha təşəkkür edirik gəldiyiniz üçün studiyamıza. Bilirik ki, sizin bu seminarınız var. Artıq getməlisiniz bu seminarlara qatılmalısınız. Bir daha gəldiyiniz üçün təşəkkür edirik. Var olasınız. Təşəkkürlər.
Minnətdarıq sizə. Talih mənim zövq aldım şəxsən. Bəlkə də özümdən asılı olmayaraq. Elmir, gördün mü? Timadan bir də Səslər çıxırdı. Bir də soruş. Hə, Timadan soruşaq. Xoşuma gəldi Tima? Bəyənib, bəyənib. Çox ciddi uşaq. Çox gözəl idi, bəli, maşallah. Ciddi uşaqdan həm də çox ağıllıdır reaksiyasından bunu. Qartop oynamaq istəyir. İnşallah. Talih müəllim, az öncə istəyirəm danışdığımız o yaşdan da mütləq danışaq. Çünki bax, Braziliyadan gələn qonağımız mən elə bilirdim az yaşlı, 27-28 yaşa qədər məşğul oldum mu, bitər kapoeira belə deyək də fəaliyyətin, amma yaşı artıq 30-dan keçib və çox gözəl o hərəkətləri göstərdi. Siz neçə yaşa qədər ümumiyyətlə bu hərəkətləri göstərə bilərsiniz? Çünki o gün tədbirdə də sizin o maraqlı hərəkətləri gördük. Mən uzun müddətdir ki, yəni məşğul ola bilmirəm özüm. Yəni özüm üçün gülvar imiş. Artıq bir neçə ildir ki, professional idmanı saxlamışam. Yəni çünki sırf rəhbərlik işim. Amma burada çıxış eləyənlər tək yığma komandanın üzvləri və tələbələr deyil. Burada arasında bizim dünya çempionlarımız, Avropa çempionlarımız var idi. Baş məşqçimiz burada çıxış eləyirdi və s. Yaş baxımından bir misal çəkimsə, deməli biz 2007-ci ildə Milli Federasiya təsis olundu. 2008-ci ildən xaricə çıxdı. Yəni 97-ci ildən 2008-ə kimi mən ümumiyyətlə master görməmişdim. Özüm məşğul olmuşdum. Və operator qardaş deyir ki, Magda Kaskos var. Onun filminin hesabına yəni kapoeiranı görmüşəm. Qardaşa demək istəyirəm ki, Azərbaycanda kapoeiranın yaranmasının səbəbi məhz Magda Kaskosdur. Məhz o filmi mən özüm görmüşəm. 97-ci ildə Lənkəranda filmə baxmışam. Başlamışam bu idman növündən məşğul olmaq. Kasetini almışam dala qabağa. Sonra PlayStation-da Eddie Gordo var idi. Tekken'də. Belə öyrənmişəm. 2008-ə kimi mən masterində olan şeydir, canlı master görməmişdim. Bir də Birləşmiş Ştatlarında 2008-də kurs geçdim. Daha sonra 2009-da artıq federasiya rəhbəri kimi getmişdim, tələbələr aparmışdım. Və o vaxt artıq idmanı saxlamaq istirdim ki, artıq kifayət eləyir artıq. 10 ildən çoxdur məşğul olan federasiya prezidentiyəm, kifayət eləyir. Getdim orada 78 yaşında bir master gördüm. Nə oyun çıxardırdı. Yəni şoka düşəndən sonra dərhal Bakıya qayıdan kimi yenidən məşqlərə başladı. Yəni yaş məhdudiyyəti yoxdur, kapoeira hər kəs üçündür. Hər kəs üçün kapoeirada bir şey var. Yəni bunun stillərə bölünür, ayrı-ayrı yüngül versiyası var, orta versiyası var, ağır versiyası var. Bu regional, yəni akrobatik versiyasının nisbətən zala uyğun versiyası idi. Bəli, bizim studiya uyğun versiya oldu. Həm də xanımların da marağı var kapoeiraya, bu da çox sevindirici. Qadınlarda kapoeira daha gözəl alınır. Alınır, bəli. Yəni yoxlaya bilərsiniz. Nə gözəl. Mütləq sizin zala yollanaram. Mütləq. Biz gələk, yedə heç olmasa həvəsi yaradaq. Həmçinin bu arada Fuad müəllim, məlum oldu ki, Fuad müəllim özü də keçmiş idmançıymış. İdmanla məşğul olubmuş. Amma digər bir növü ilə. Hə, Fuad müəllim? Mən peşəkar səviyyədə məşğul olmamışam, amma özüm üçün məşğul olmuşam. Müəllim idman növləri olub. Bir neçə idman növü olub. Yəni bunların içərisində döyüş növlərindən də var. Yəni karate var, az və az boks var. Daha çox futbolla məşğul olmuşam. Futbol daha uzun müddətli olub. Yəni mən də baxdım kapoeiraya baxdım. Fikirləşirəm ki, bəlkə də xüsusən 78 yaş artıq stimullar var. Ümumiyyətlə, idman bir həyat tərzidir. Yəni, Gənclər İdman Nazirliyinin həm də vəzifələrindən biri ölkədə idman siyasətini həyata keçirməkdir. Var peşəkar idman, bir də var idmanın bədən tərbiyəsi var. Yəni, idman etməklə sən özün bədəni tərbiyə edirsən, özün hansısa bir formada saxlayırsan, istər həm fiziki görünüşsən, istər həm sağlamlıq nöqteyi nəzərdən idman hamı üçündür. Düşünürəm ki, bundan istifadə etməliyik. Və baxanda da son dövrlərdə də Azərbaycan idmanda olan uğurları, Azərbaycan istər son olimpiyadada göstərdiyi tarixi nəticələr və ümumiyyətlə idman sahəsində aparılan çox ciddi uğurlu addımlar insanların kütləvi formada idmana gəlməsini təmin edən amillərdir deyərdim. Bir sözlə, idman sağlamlığın rəhnidir. Bəli. Məşhur bir filmdə deyildiyi kimi və idmanla məşğul olmaq əslində hər birimiz üçün çox vacibdir. Yaşından asılı olmayaraq, idmanın növündən asılı olmayaraq. Elmir, mən istəyirəm biraz dəyirmançılardan danışaq. Buyurun, danışaq. Dəyirmançılar, maşallah, əslində yaxşıdır münasibət. 100% əlbəttə ki. Qrup bərabər çıxış etməsə də, solo çıxış olsa da... Bir yerdə, efirlərdə və yaxud hardasa, kliplərdə və s. Görünməsək də... Mikrofonu var bizim, bəli. Görsənməsək də, yəni biz
efirdən kənar daimi bir yerdəyik. Necə ki, dəyirmanın vaxtında bir yerdəydik. İndi də bir yerdəyik. Bərabərsiz ki, elə bu nəticəsidir. 3 gün öncə Mir Yusiflə duet təqdim olundu. Bəli, bəli. Sima, yox. Birini olar. Olar? Heç olmasa birini. Birini, ay sağ ol. Çox sağ ol. Bəli. Nağıl danışma. İstəyirəm bu haqda danışaq. Biz o nağıldan danışaq əslində Elmir. O nağıldan danışarkən demək istəyirəm ki, ideya yəni məndən gəldi. Təklif elədim, göstərdim Yusifə musiqisini stil olaraq yəni yəni bizim aramızda o tez-tez təkrarlanan söhbətlərdə gələk bir şey eləyə bilirik. Yəni o normaldır və ona göstərdim ki, bu yaxşıdır, mövzunu izah elədim. Ondan sonra yazdıq mahnını. Nağıl danışma, yəni ki, bu mahnı belə deyək, ruh verici mahnıdır. Yəni olur arada hansı səbəblərə görə insan ruhdan düşür, indi dərdədir demək, depressiyaya düşür, yəni məsələn həvəsi heç nəyə olmur, halı olmur və bu mahnı məhz o insanları ruhlandırmaq üçündür. Gözəl, səs deyəsən düşür, oyuncaqların səsi bizdən çox səslənir. Efirdə məlum məsələdir, studiyamızın bir də balaca qonağı var. Amma Elmir danışdı ki, dəyirmançıların iki üzvü bərabər iş görüb olar, bir-birlərinə nağıl danışma deyiblər. Sizi intizarda saxlamayaq. Gəlin qısaca olaraq bir nəqarət, bir bənd, heç olmasa bir dəqiqəlik eşidəkmi? Bizim montajörümüz, montajçımız bir görüntülərlə, sizin şəkillərinizlə bir görüntü, bir klip deyəkmi? Hazırlayıb. Gəlin bərabər eşidək, həm də görək, daha sonra söhbətimiz davam edəcək. Gedir sənin qaş-qabağın, yenə götürüb düzdü bu otağı. Bütün zənglər qayıdır cavabsız, var çox sual, var çox sual. Bu həyat heç oynamadın azınla sənin, razılaşmır dostların etirazınla sənin. İşlərin gətirinir düz axtarma səhv özündə, qapanmasan, qapanmasan. Bilirsən əslində necə olur dostum, bir adamı bəyənmirlər amma tutulur üstün. Sən hamıdan küstün, sən əvvəldən düzgün, amma başa düşmək istəmirsən, əyridir güzgün. Nə elini üzdün, deniyə gülmür üzün, həyatında axı görmürsən beləsin. Yüzün, düzün bir qabağı var, başlasın öz oyunumuz. Yerimiz ayrı olsa da bizim birdir suyumuz. Mənim üçün ağıl danışma, görürəm gözlərin alışmır. Çalışma, heç çalışma, səndə aldatmaq heç alınmır. Mənim üçün ağıl danışma, görürəm gözlərin alışmır. Çalışma, heç çalışma, səndə aldatmaq heç alınmır. Mən Bakıda doğulan, sıxlığından boğulan, havasını misralarda əks etdirən bir oğlan. Sənin hər gün dinlədiyin qəmli mahnılar var, məndə bir o qədər kəsilməyən ağrılar var. Nə olsun günəş həmin günəşdir, izidir dəniz həmin. Niyə öz seçdiyin yolunda deyilsən həmin? Bax belə, eksklüziv olaraq nağıl danışma, Elmir və Mir Yusif duetini eşitdik. Hətta Mir Yusif bu saatlarda yatır, bilirik. Amma deyəsən tezdən oyanmaq istəyir. Oyanıb artıq, zəng eləmişəm, danışmışam oyla. Təşəkkür edirəm, çox gözəl bir mini klipdir. Təşəkkür edirəm. Əsas o idi ki, ilk olaraq bizim efirdən səsləndi burada. Üzr istəyirəm, yəni yeri gəlmişkən, əgər kim bu mahnının tam versiyasını eşitmək istəyirsə, bütün sosial şəbəkələrdə var bu mahnı, xüsusilə də yəni YouTube vasitəsilə qulaq asa bilərsiniz. YouTube'da yetər ki, Mir Yusif Elmir dueti yazın, nağıl danışma və bunu eşidə bilərsiniz. Düşünürəm ki, bizi illər öncəyə qaytaracaq bu iki səsi bərabər eşitmək. Artıq elə şəhərlər var ki, yenində bu səslər bir yerdə, dərmanın nəfəsi və s. Çox sağ olun, xoşdur. Xoşdur, təbii ki, bu əslində bizə xoşdur. Növbəti həftələrdə təbii ki, Maliki və Mir Yusifi də görmək studiyamızda xoş olardı ki, əminəm dostlarımız dəsinə illər
uzunu tanıdığım insanlar da əminəm ki, gələcəklər olardı. Malik artıq dedi, gəlirəm. Mir Yusifin biraz başı qarşılıqdır. O da gələcək. Əsas odur ki, siz bizdə hər zaman olduğu kimi ekskluziv ifalar eşidəcəksiniz. Ola bilər, az sonra Mir Yusifin də səsini eşidərik. Telefon bağlantımız ola bilər. Biz gözləyirik bu telefon bağlantısını da. Verilişimiz devam edir. Artıq reklam zamanıdır yəqin ki. Buradan yeri gəlmişkən bir də Axşamaz saytına təşəkkür edək. Çünki bilirəm Zəhramız bizi izləyir hər zaman idmanımızla bağlı, həm də belə deyək də şou əhli ilə bağlı xəbərləri Axşamaz saytı mütləq yayımlayır. Onlar yazırlar ki, seçkin saytlardan biridir. Buna görə də Zəhraya, Ramin Aslanova təşəkkür edirik və reklamların zamanıdır. Reklamları izləyək, ardınca növbəti sürprizlər bizi gözləyir. Təbii ki, bütün bunlar reklamlardan sonra olacaq. Bax belə, reklamlarımızı izlədik, verilişimiz davam edir. Bu məqamda istəyirəm telefon bağlantısında çox istədiyimiz bir insan var, ona alo deyim. Hətta bizim balaca Teymurun qohumu, yaxın əzizidir. Səsini eşitcək, hər kəs biləcək söhbət kimdən gedir. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Necəsiz? Çox gözəl, siz necəsiz? Biz çox yaxşıyıq, çünki çox sevdiyimiz ifalarını, özünü çox istədiyimiz insan Mir Yusiflə danışırıq. Əhvalınız necədir? Yuxudan oyatmışıq sizi. Yox, mən rahat olunmuyum. Biz uzaqdayıq, Bakıda deyilik. Biz Qəbələ rayonundayıq. Ailəmizlə dincəlirik və səhər yeməyindən oyanmışıq. Nə gözəl, nuş olsun sizə, xoş istirahətlər diləyirəm. Biz niyə istədik ki, sizinlə əlaqə yaradaq? Çünki bugün biz sizin bir duetinizdən danışdıq. Nağıl danışma dediniz, biz sizdən danışdıq amma. Nağılınızdan danışdıq. Tamam, tamam. Buyurun. Sabahın xeyir, salam aleyküm, necəsən? Sağ ol, şükür. Mən həm Timanın adı ilə də səni salamlayıram, çünki özü nəsə danışma bir keyfi yoxdur nəsə. Kartopu oynayır. Topu oynamaq istəyir daha doğrusu. İstəyir. Studiyada çıxan kimi oynayacaq balacamız. Bu nə olan studiyadır? Necə? Bizim studiyadayıq. Bizim studiyada, canlı efirimizdən gedir söhbət. Tamam. Və mən istəyirəm Elmir özü qeyd etsin ki, əslində niyə dedim Teymurun qohumu? Ona görə ki, Yusif Teymur niyə sənin qohumundur? Çünki kirvəsidir onun. Maşallah. Allah dostluğunuzu, qohumluğunuzu daim xeyirli etsin inşallah. Çox sağ olun. Kirvə özünüz bilirsiniz ki, qohumlardan daha yaxındır. Bəli. Mən istəyirəm bir Əlbəttə. İstəyirəm Mir Yusifdən bir söz alım, vəd alım. Nə Elmir, nə Malik, nə Mir Yusif hər zaman efirlərdə görünmür, bilirik. Amma biz hər zaman sizi sevirik. Və istəyirəm sizdən eşidim, tamaşaçılarımız eşitsin. Nə zaman Mir Yusif studiyamıza gəlir? Bir mini konsert proqramı ilə. Yox, konsert gözlənilir onsuz da. Hər 2 ayda mənim böyük konsertlərim olur, başlayır. Amma görsəmmiş, yəni Mir Yusif nəyə görə efirlədir? Çünki Mir Yusifin sənəti öndədir. Ondan sonra Mir Yusif özü gəlir. Yəni, mənim sənətim öndədir, şükür Allah. Və mən efirdə döyüləm, o demək deyil ki, Mir Yusif yoxdur. Mir Yusuf konsertdədir, Mir Yusuf səhnədədir və s. Gəlin, məni duymaq üçün gəlin mənim konsertimdə məni duyun. Bu qədər. Yaxşı. O zaman biz sizin konsertinizə mütləq gələcəyik. Çünki çox istədiyimiz insanların sözündən çıxada bilmərik. Uğurlar olsun, uğur olsun. Təşəkkür bir daha. Minnətdarıq. Çox sağ olun. Təşəkkürlər. Sağ olun. Elmir, sənə uğurlar, qardaş. Spasibo, çox sağ olun. Təşəkkürlər. Çox sağ olun. Minnətdarıq. Elmir, təşəkkür. Bu telefon bağlantısı üçün bir daha. Dəyməz. Mən əslində bilirdim ki, Yusif Bakıda deyil, istirahətdədir. Ona görə də bir balaca deyək, risk elədik səhər tezdən zəng eləmək. Nəyə görə buna risk deyirəm? Mən özüm də eləyəm. Yəni, səhər tezdən oyanmaq, timbole kimsə zəng eləsin, o ilə danışma həvəsi o nadir hallarda olur. Adətən oyananda biraz keyfin sıfırda olur, sonra yavaş-yavaş qaldırırsan, qalxır. Yəni, bu qaldıra bilir. Ancaq Teymur bacarır bunu. Bu bacarır. Bir də uğur olsun. Bir də səhər yeməyi bacarır onu. Nə gözəl. Məncə bunu hər kəs də bacarır səhər yeməyi. Və artıq verilişimizin sonlarına doğrudur. Mən istəyirəm bir də Kapoeira Federasiyasının qarşıda nələr gözləyir, o haqda danışaq. Çünki sizi sevənlər də çoxdur. Bunu mütləq vurğulayacağım ki, sizi diqqətlə yaxından izləyənlər də var. Qoy onlara da bir şad xəbər verək. Yaxınlarda sizi nələr gözləyir?
Yüzümüz Trump'ın talih sevələr. Nəzərə alaraq ki, artıq Dünya Federasiyasının mərkəzi Azərbaycana keçib və artıq biz fəaliyyətə başlamışıq. Mən çalışacağım ki, bir çox böyük tədbirlər Azərbaycana salım. Ümumiyyətlə, məqsədimiz kapoeira sahə, yəni bu sahədə Azərbaycanın adını bilinləşdirməkdir. Xüsusən də Latın Amerikasında artıq Azərbaycan 2013-cü ildən etibarən bu sahədə Azərbaycan çox tanınır orada. Ən əsas məsələlərdən bir də ki, əsas hazırlığımız 2018 Dünya Çempionatıdır, o Bakıda olacaq. Bakıda olacaq, yəni sayı dəqiq bilməm, amma keçən dəfə təqribən 50-yə yaxın ölkə gəlmişdi. Bu dəfəyə kimi 2 dəfə çox gələr inşallah ki. Yəni, kapoeira artıq həqiqətən çox sürətlə inkişaf edir. Onu da deyim ki, kapoeira eyni zamanda bir mədəniyyətdir, döyüş növündən savayı mədəniyyətdir və bir mədəni irs kimi 2014-cü ilin noyabr ayının 26-sından etibarən UNESCO tərəfindən qorunur. Kapoeira bu da mühüm bir məqamdır və Hollywoodun ən populyar demək, idman növü sayılır. Bir çox ulduzlarımız bu ilə məşğuldur və qeyd edəndə ki, Mark Dacascos vaxtı ikən baxırdım. Artıq Mark Dacascosla biz WhatsApp-da yazışırıq və 2018 inşallah, yəni Dacascosa dəvət eləmişəm Azərbaycana inşallah və ümumiyyətlə bundan sonra Hollywooda çox diqqət edəcəyik ki, ümumiyyətlə Azərbaycanın gediş-gəlişləri olsun və bu şəkildə də davam etsin işbirliyi. Təşəkkür edirik sizə bir daha və dostlarımıza təşəkkür etməyin zamanı. Bəli, qısaca olaraq mən istəyirəm verilişimizin baş sponsoru Bompo'nun adını çəkim. İtalyan keyfiyyəti, İtalyan brendindən bəhs edirik, əminliklə bəhs edirik. Çünki rəngarəng, istənilən ölçüdə, münasib qiymətdə və haqqında bir çox tərifləri yağdıra biləcəyi məişət texnikasına söhbət gedir. Su filtrlərinin satışı da mümkündür. Təbii ki, bu da Bompo'da. Verilişimizin baş sponsoruna təşəkkür edirik. Növbəti təşəkkürüm Saloğlu Mebel olacaq ki, qonaqlarımızın sayından asılı olmayaraq bizim mebellərimiz o qədər geniş və gözəl, rahatdır ki, biz Saloğlu Mebel üz ağı deyirlər. İstənilən xanımın evində bu varsa mütləq ki, rahat və genişliyi ilə seçiləcək Saloğlu Mebel. Onu da söyləyim ki, 100-dən çox modelə endirimlər şamil olunub. Yataq və qonaq otağı dəsti. Dəyişməz qiyməti 1037 manata bildiyiniz qiymətədir. 100% təbii ağacdan hazırlanan modellərin də satışı məhz Saloğludadır. Razı qalacağınıza əminik. Mən Saloğludan danışarkən hər zaman belə söyləyirəm. Növbəti təşəkkürüm Prestij pərdəyə olacaq ki, Prestij pərdə Türkiyə, Almaniya, Fransa və bir çox ölkələrdən gəlmiş ipəklikləri bizə təqdim edir. Bu ipəklər, həmçinin aksesuarlar Prestij pərdədədir ki, zövqlüdür burada pərdələr. Həsən Əliyev küçəsində yerləşir. 10-20 gün ərzində təminatlı şəkildə evinizə təqdim olunacaq istədiyiniz pərdələr. Bax, belə bütün dostlarımıza təşəkkür edirəm. Qısaca olaraq növbəti həftə daha geniş məlumat çatdıracağım sizə və qonaqlarımıza təşəkkür edirəm. Fuad müəllim, sizə uğur olsun. Növbəti günlər sizin üçün bilirəm ki, daha önəmli günlərdir. 2 fevral bizi gözləyir, Gənclər günü. Talih müəllim, federasiya uğur olsun, sizə uğur olsun. Təşəkkür gəldiyiniz üçün. Və Elmir, Allah balanı qorusun. Öncə bundan başlayayım. Qorusun, çox sağ olun. Və uğurun davamını istəyirik, yeni ifalar, duetlər və studiyamızda görmək istəyirik. Təşəkkür edirəm ki, dəvət elədiniz. İsti sözlərə görə təşəkkür edirəm, xoş sözlərə görə. Çox sağ olun. Minnətlər və sonda ifa eşidəcəyik. Keçid ağı artıq digər studiyamıza. Bugünlük tamaşaçılarımızla sağollaşırıq. Növbəti həftə yenidən eyni zamanda eyni məkanda görüşəcəyik. Özünüzə yaxşı baxın. Bilsəm gələrsən yuxuma, biraz tez uzanar. Yanımda qalacaqsın, dünyanı qazanar. Tək səni görəm, tək səni görəm, tək səni görəm. Binaların arasından artıq günəş boylanır. Mən hərdən fikirləşirəm ki, bu yerdə fırlanır. Tək səni görəm, tək səni görəm, tək səni görəm. Sevənlərə dəniz doğma gəlir, qorxuya. Təəssüf ki, quruda balıq üçün yox həyat. Ondansa dur gedəykən sən çöldə yağarkən yağış. Qoy, bütün dünya bizi başa düşsün yanlış. Və yaxud qış olsun, yerlər tanış olsun. İşə gedənlərə alqış bizim üçün nuş olsun. İsti kofe, latte qatarlara baxaq. Tələssənlər minib getsin biz buraxaq.
Biz darıxaq mənasızlar danışanda ancaq biz üzülək maraqsızlar olarsa utancaq. Gəl bağlayaq sancaq boş qalan ağızlara, oxuduğum bu nəğmələr dönməsin ahüzara. Gəl çəkdirək şəkil, mən duracam başlayaq. Biz nə olubsa poz, biz yenidən başlayaq. Yeni rəqsə, yeni gəlsə ridim 80. Səni bircə dəfə görə bilsəm, bilsəm gələrsən yuxuma, biraz tez uzanar. Yanımda qalacaqsın, dünyanı qazanar. Tək səni görə, tək səni görə, tək səni görə. Binaların arasından artıq günəş boylanır. Mən hərdən fikirləşirəm ki, bu yerdə fırlanır. Tək səni görə, tək səni görə, tək səni görə. Həyatda elə bir yerimiz olsun bizim, sığınaq səssizliyə, dərddən gizli. Qoy insanlar axtarsın məna adımızda. Çox qarışıqdır fikirlər indi ağlımızda. Biraz tez uzanmaq, yoxsa oyaq qalmaq. Səhərədək oturub mətbəxdə nəsə yazmaq, nəsə yada salmaq, ya təsəvvür ancaq. Bir də nə vaxt özümdə belə həvəs olacaq. Bir də nə vaxt elimdə qalacaq Nietzsche qonaq. Gərəkdir kimsə olaq, bulanlıq suya bulaq. Hər bir işdə birinci, yoxsa yoldan keçən biri. Köhnə tanış kimi qalaq, keçib salam verim. Yox, danış sevgidən, göz yaşların dən-dən. Süzülsün yanaqlara heç nə gizlətmədən. Əsas olan sözləri və xırdalıqlar əskik. Bəlkə nə vaxtsa bu musiqi oldu sakit. Bilsəm gələrsən yuxuma, biraz tez uzanar. Yanımda qalacaqsın, dünyanı qazanar. Tək səni görə, tək səni görə, tək səni görə. Binaların arasından artıq günəş boylanır. Mən hərdən fikirləşirəm ki, bu yerdə fırlanır. Tək səni görə, tək səni görə, tək səni görə.